Herkese salam, kanalıma və videoma hər biriniz xoş gəldiniz. Mən Ruhi. Yəqin ki, hər kəs xəbərdardır ki, dünən, yəni avqustun 24-də nəticələr elan olundu. Bir çox abituriyentimiz universitetlərə daxil oldu, ali məktəblərə daxil oldular. Hər birinizi səmimi qəlbdən təbrik edirəm. Uğurlarınızın davamlı olmasını arzu edirəm. İnşallah ki, universitet illərinizi xoş anlarla keçirəsiniz, kəsilsiz bir şəkildə başa vurasınız. Bundan da daha uca zirvələr getməyinizi, addımlamağınızı hər birinizə arzu edirəm. Elə bilirsiniz ki, çətinlik bitdi. Xeyr, çətinlik bitdi, bəli, amma daha betər başlamaq üzrədir. Çünki universitet dönəmi abituriyent dönəmindən daha çox fərqlənir. Həm dərslərin çətinliyi ilə, həm müəllimlərlə yola getmək söhbəti, həm universitetə uyğunlaşma söhbəti. Bunlar hamısı, amma keçici dönəmlərdir. Bir müddətdən sonra öyrəşəcəksiniz. Artıq universitetinizi o qədər mənimsəyəcəksiniz ki, həm universitetinizi sevməyəcəksiniz, həm də universitetsiz qala bilməyəcəksiniz. Ona görə də hər şey yaxşı olacaq, ürəyinizi bərk tutursunuz və bugünkü videomuzun mövzusu Azərbaycan Dillər Universitetidir. Bugün öyrəndiyim bütün məlumatları, beynimizdə olan bütün sual işarələrini dəf etmək üçün burada bulunmuşam. Yəni buradayım, narahat olmayın. Bak, pozlara bak. Triplere bak. Vallahi bilemiyorum. Bak triplere bak. İlk öncə universitetimiz haqqında ümumi bir məlumat verim. Azərbaycan Dillər Universiteti, yəni ingilis dilindən açılışda Azərbaycan University of Language Dillər Universiteti adı ilə tanınır, amma bir çox ixtisasları özündə birləşdirir. Yəni bir çox universitetlər kimi Azərbaycan Dillər Universitetində müxtəlif ixtisaslar var və bu ixtisaslar üzrə təhsil almaq mümkündür. Buna görə də bir çox fakültələrimiz var. Təbii ki, hər universitetdə olduğu kimi Azərbaycan Dillər Universitetində fakültələr var. Bu fakültələr haqqında indi sizə məlumat verəcəm və hansı fakültədə oxuyacağınızı bilmək istəyirsinizsə, diqqətlə qulaq asın. Dinle bak. İlk öncə birinci fakültəmiz Filologiya fakültəsidir. Filologiya fakültəsi jurnalistika, filologiya, müxtəlif dillər üzrə və dil və ədəbiyyat müəllimliyidir. Dil və ədəbiyyat müəllimliyi ilə xarici dil müəllimliyi və yaxud da hər hansı bir dilin müəllimliyini qarışdırmayaq. Burada dil və ədəbiyyat müəllimliyi, yəni həmin dilin və ədəbiyyatını öyrənirsiniz. Bura Azərbaycan dili və ədəbiyyatı, Alman dili və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı və fransız dili və ədəbiyyatı daxildir. Yəni müxtəlif dillər və ədəbiyyatları bura daxildir. Yəni filologiya fakültəsinə dil və ədəbiyyat müəllimliyi ixtisasları daxildir. Daha sonra təhsil 1 və 2 fakültələri var. Təhsil 1 və 2 fakültələri nədir? Bu daha çox müəllimliklə bağlı olanlardır. Hansı ki, xarici dil müəllimliyi, korreksiya edici təlim, məktəbə qədər ibtidai sinif müəllimliyi, müxtəlif dillər üzrə müəllimliklər hər biri burada birləşir. Tərcümə fakültəmiz var. Bu təbii ki də bütün ixtisaslar üzrə var. Tərcümələrdir. Bütün dillər üzrə tərcümələrimiz bu fakültədə yerləşir. Və beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi var. Bu fakültəyə isə beynəlxalq münasibətlər və regionşünaslıq bütün ölkələr üzrə bura daxildir. Bu fakültədə təhsil alacaqsınız. Ümumiyyətcə universitetimiz 3 korpusdan ibarətdir. Birinci korpusumuz, yəni əsas korpusumuz 28 mayda yerləşir. Yəni 28 may metrosundan çıxıb piyada yolla gedə bilərsiniz. Digər iki fakültələrimizin yerləşdiyi korpuslar isə eyni həyətdədirlər, yəni yaxındırlar bir-birlərinə. İkinci korpus və üçüncü korpus. Üçüncü korpusumuz tərcümə korpusu gedir. Burada tərcümə, jurnalistika hamısı orada tədris olunur. Lakin bəzən təhsil fakültəsinin də bəzi dərsləri həmin o tərcümə korpusunda keçirilə bilər. Bunlar isə Çapayevdə yerləşir. Universitetə daxil olduqdan sonra sizdən tibbi arayış, attestatınız, şəhadətnamələriniz bunları istəyəcəklər. Yəni onlara aparıb verməlisiniz. Onu da sizə, onsuz da qrup nümayəndəsi özü deyəcək. Yəni tutorlar tərəfindən starostalara deyilir. Starostalar da sizə məlumat verəcəklər. Yəni o barədə məlumat tam dəqiq şəkildə onlardan alacaqsınız. Onlar sizə deyəcəklər. Yəni bu barədə heç bir narahatçılığınız olmasın. Düzdür, bəzi universitetlər tibbi arayış istəmir, amma bizim universitetimiz istəyirdi. Yəni mən tibbi arayışımı hətta universitetə qəbul olandan 2-3 gün sonra gedib almışdım. Düzdür, biraz çətin olmuşdu. Səhərdən axşama kimi oturub gözləməlisən ki, o tibbi arayışı ala biləsən. Lakin vacibdir yəni. Dərs və cədvəllər barədə isə məlumat verdiyimiz zaman bunu da sizə starostalar özləri deyəcəklər. Çünki starostaların ibarət olduğu bir qrup var. Həmin o qrupa məlumatlar atılır tutorlar tərəfindən və onlar da həmin məlumatları sizlərə ötürəcəklər. Yəni bu cəhətdən narahat olmayın. Hər şey sizə tutorlarınız deyəcək. Daha doğrusu starostalarınız və tutorlarınız sizə hər biri haqqında məlumat verəcək. Bir dənə onu əlavə eləmək istəyirəm ki, əgər 600 plus balla və birinci yerə müəlliməlik yazmısınızsa və Dillər Universitetinə elə birinci yazdığınız yerə qəbul olmuşsa, Dillər Universiteti tərəfindən sizə gələcək müəllim stipendiyası veriləcək. Bu da 100 manat təşkil edir və həmin o stipendiyanı daimi şəkildə saxlamaq üçün 70 plus ortalamanız olmalıdır. Və əgər 600 plus balla qəbul olmusunuzsa universitetə, birinci semestrdə əlaçı stipendiyası alacaqsınız. Digər balla qəbul olunarsa adi stipendiya alacaqsınız.
Müəllim heyəti barədə danışdığımız zaman isə, yəni ümumilikdə müəllimlərimiz çox yaxşıdır. Həqiqətən də Dillər Universitetinin müəllimləri çox yumuş müəllimlərdir, çox səmimidirlər, mehribandılar. Yəni tələbələrə əllərindən gələn qədər dəstək göstərməyə hazırdılar. Məsələn, mən ingilis dili tədrisə daxil olmuşdum. İngilis dili müəllimi, ingilis dili tədris. Yəni bizim tədris materiallarımızın hər biri ingilis dilində idi. Amma biz hələ təzə gəldiyimiz üçün istər-istəməz utanmaq teması var idi, istər-istəməz ingilis dilisi mükəmməl olmayanlar var idi. Müəllimlər əllərindən gələni eləməyə çalışırdılar. Məsələn, başa düşmürdün, ayrıca qrammatika dərsini deyirəm. Qrammatika dərsində başa düşmürdüysə, hər hansı bir qrammatikanı, bir nüansı başa düşmürdüysə, müəllim onu həm ingilis dilində izah eləyirdi, həm də Azərbaycan dilində də köməklik göstərdi ki, burada belə olmalıdır. Yəni hər tərəfli bizi inkişafımıza köməklik göstərirdilər. İngilis dilində danışa bilmirdinsə əgər, əllərindən gələn qədər köməklik göstərib səni ingilis dilində danışmağa məcbur eləyirdilər. Məsələn, dedin ki, yox, utanıram, danışa bilmərəm. Müəllim bir şəkildə səni danışdırmağa çalışırdı. Yəni müəllim heyətimiz çox yaxşıdır, o cəhətdən heç bir narahatlığınız olmaz. Stipendiyalarımız isə vaxtı-vaxtında vurulur. Məsələn, deyilir ki, bu vaxtı vurulacaq, elə o vaxtlarda vurulur. Yəni mən tələbə olduğum müddətdə stipendiyaların gecikdiyini görməmişəm. Sadəcə yay müddətində, məsələn, iyunda semestr imtahanlarıdır. İyul, avqust, sentyabrın yarısı imtahanların ümumi, yəni imtahanlardan əldə etdiyiniz nəticəyə görə siz stipendiyaya düşürsünüzsə, o stipendiyaların hər biri oktyabr ayında verilir. Yəni bu bir mənfi cəhət kimi görünür əksəriyyətdə ki, kaş elə o aylarda verilsin. Amma yəni neyə də universitetin qərarı budur, qaydası budur. O şəkildə də davam eləyirlər. Yəni siz stipendiyalarınızı oktyabr ayında alacaqsınız. Yenə də deyirəm, əgər 600+ yazmısınızsa və bu universitetə qəbul olmusunuzsa, o zaman sizə əlaçı stipendiyası veriləcək o 1 il müddətində, yanvar ayına qədər. Yəni 1 il deməyək, 6 ay müddətində yanvar ayına qədər sizin stipendiyalarınız əlaçı stipendiyası veriləcək. Digər ballarla qəbul olmusunuzsa, adi stipendiya alacaqsınız yanvar ayına qədər, semestrə qədər. Əgər ingilis dil müəllimliyi ixtisasında təhsil alırsınızsa, ingilis dil müəllimliyi ixtisasına qəbul olmusunuzsa Dillər Universitetində fənlərimiz bu şəkildə idi bizdə. İngilis dilinin qrammatikası, ingilis dilinin fonetikası, dil bacarıqları, tarix və psixologiya. Yəni bizim birinci semestr fənlərimiz bu şəkildə idi. Onlara hazırlaşırdıq və bunlardan tarixlə psixologiya istisna, digərləri ingilis dilində keçirilirdi. Yəni tədris dili ingilis dilidir, çünki ixtisas yönümlü fənlərdir. Amma artıq 2-ci semestr keçdikdən sonra fənlərimiz dəyişir. İstəsəniz əgər o barədə də bir video çəkərəm ki, 2-ci semestrdə fənlər hansılar olur. Artıq 2-ci semestr keçəndən sonra bəzi fənlərimiz ixtisar olundu, getdi. Məsələn, psixologiya ilə tarix artıq biz keçmirdik. Onun yerinə İKT fənnimiz gəldi, fəlsəfə fənnimiz gəldi və dilçiliyə giriş fənnimiz gəldi. Bizdə ingilis dili müəllimliyi 2 yerə bölünür. İngilis-alman dili müəllimliyi və ingilis-fransız dili müəllimliyi. Burada o demək deyil ki, mən ingilis-fransız dili müəllimliyi ixtisasına təhsil alıram. Deməli, mən ingilis və fransız dilini öyrənəcəm. Xeyr. Məsələn, dekanlıq sənə seçə bilərsən, alman dilini də öyrənə bilərsən. O artıq sənin üçün, yəni ingilis-fransız seçmisənsə, ingilis-fransızda təhsil alırsansa, sən fransız dilini öyrənəcəksən demək deyil. Həm fransız dilini öyrənə də bilərsən, öyrənməyə də bilərsən. Yəni artıq dekanlıq tərəfindən seçilən, yəni o dil söhbətini dekanlıq seçir. O dili də 2-ci kursdan etibarən, 2-ci kursun 1-ci semestrindən etibarən xarici dildə akademik kommunikasiya fənniyinə fransız və yaxud da alman dilini keçəcəksiniz. Yəni 2 dil öyrətmə şansı verilir. O 2 dildən birini öyrədilir. Yəni bu o demək deyil ki, mən ingilis, almanda oxuyuram, alman dilini öyrənəcəm. Xeyr, fransız dilini öyrənə bilərsən. Dekanlıq sənə onu seçə bilər. Universitetimizin müsbət yönləri olduğu kimi mənfi yönləri də var. Hansı ki, şərait söhbəti. Yəni Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrin %90%-nin şikayəti bu üzrədir ki, Azərbaycan Dillər Universiteti məktəbə bənzəyir. Universitet vibe ala bilmirik. Bu həqiqətən də belədir. Universitetimizin otaqları istər balacalığı cəhətdən, həqiqətən çox balaca olur otaqlar. İstərsə də şəraiti cəhətdən, istərsə də necə deyim, proyektorlar məsələn yoxdur. Əksər universitetdə artıq ağıllı lövhələr fəaliyyət göstərir, amma bizim universitetimizdə bu yoxdur. Proyektor maksimum 1 dənə, 2 dənə olur. Artıq qərar çıxıb ki, deyəsən 400 dənə proyektor veriləcək, amma yəni bilmirik indi olacaqmı, olmayacaqmı. Bu universitetə gedəndə görəcəyik. Kompüter cəhətdə məsələn İKT fənnimiz var, informasiya kommunikasiya texnologiyaları. Həmin o fənni biz keçəndə artıq informatikadır da, kompüter üzərində görməliyik, amma kompüterlər çatmırdı. Bir dənəsi, 2 dənəsi işləyirdi, geridə qalanları yaxşı fəaliyyət göstərmirdi. Çünki otaqlarda rozetka yox idi. Yəni kompüteri hara qoşasan? Allah'ım nereden geldim ben buraya ya Rabbi? Beni kim getirdi de ben salak salak. Yəni bu şəkildə, amma bu o demək deyil ki, siz artıq peşman olasınız ki, ay buranı yazdığıma peşman olunmu, ay şərait elədir, belədir. Ümumiyyətlə, əgər şəraitə görə oxuyacaqsınızsa, universitetimin şəraiti elə yaxşıdır, belə yaxşıdır və yaxud da pisdir deyə təhsil fərqi qoyacaqsınızsa, heç universitetdə oxumamağınızı məsləhət görürəm. Yəni, əsas universitetin sizə verdiyi təhsildir, əsas universitet illərinizdir. Bunu nəzərdə tutun. Cidden şərait hər şey deyil. Çünki 90 dəqiqə oturacaqsan o otaqda və yaxud da otağın səninlə qat qısacaq. 4 il sonra zaten bitirəndən sonra otağı bir də görməyəcəksən.
Əsas olan düzdür. Könül istərdi ki, universitetimiz tam universitet vibe versin və yaxud da xarici ölkələrin universitetlərinə baxanda qurduğumuz xəyalları Azərbaycan Dillər Universitetində görə bilərdik. Amma nə edir ki, artıq bu şəkildə də artıq buna öyrəşmə məcburiyyətindəyik. Yəni ona görə də universitetin şəraiti pisdir deyə motivasiyadan düşməyin, universitetinizi pisləməyin. Bu həqiqətən yaxşı bir şey deyil. Çünki yəni nə olur olsun, əsas universitetin sizə verdiyi təhsildir. Buna öncəlik verməlisiniz. Tamam. İnandım, tamam. Mənfi yönlərimizdən bir dənəsi də imtahan sistemi haqqındadır. İmtahan sistemini bir kənara qoydum. Zaten imtahanlarımızın hər biri yazılı şəkildə olur. Sadəcə bəzi ixtisas fənlərimiz var ki, onlar məsələn şifahi formalarda var. Məsələn, fonetik imtahanı həm şifahi, həm yazılı olurdu bizdə. Dil bacarıqları da həm şifahi, həm yazılı olurdu. Hansı ki, speaking ayrı imtahan idi, o şifahi şəkildə idi. Girib speaking imtahanı verirdik. Bir də reading, listening, writingin yazıldığı, bir də yazılı imtahan var idi. Fonetikada eyni şəkildə. Yəni imtahan sistemimiz adətən yazılı formatda olur və sizə suallar verilir. Həmin o sualları cavablandırmalısınız vərəqlərdə. 2 dənə A4 verilir. Həmin o 2 dənə A4-ü doldurmalısınız. Bu şəkildədir. Başqa imtahan sistemi haqqında bir narazılığımız odur ki, stipendiya söhbətidir. Hansı ki, stipendiyalarımızın digər universitetlərdə olduğu kimi adi, zərbəti və əlası stipendiyalarımız var. Yəni 3 dənə stipendiyamız var. Lakin bu stipendiyalarda qəbul etmək üçün ortalama keçməliyik. Çok saçmalıklar oluyor ya. Bazen benim içim sıkılıyor. Çok saçmalık. Saçma değil mi bunlar? Yəni necə? Məsələn, digər universitetlərdə hər hansı bir universitet götürək, bizim universitetimizdən savayı bir universitet götürək. Orada məsələn 51-i keçmək söhbəti var. Hansı ki, girişin 34 olmalıdır. İmtahandan isə 17 yazmalısan ki, 51-i keçəsən. 51-i keçdikdən sonra artıq adi stipendiya düşmə ehtimalı var. Amma bizdə elə bir şey yoxdur. Yəni bizdə ortalama olur. Məsələn, ümumi deyək ki, bir fəndən 80 almısan, birindən 70 almısan, birindən 90 almısan, birindən məsələn 60 almısan. Bunların hamısının toplamı sənə verilən ortalamanı əgər keçirsən, sən adi, zərbəti və yaxud da əlaçı stipendiyası ala bilirsən. Yox, əgər keçməyibsə, yəni sən istər bütün fənlərin deyək ki, 80 olsun, mümkün deyil də. Yəni sənin adi stipendiya almağın belə mümkün olmur. Məsələn, mən indi 2-ci kursa keçirəm. Bizim bu ilki ortalamamız, yəni təxmini şəkildə ortalama cədvələ çıxmayıb, ortalamamız təxmini şəkildə 83 olmalıdır. Məsələn, mənim indi ortalamam 83-dür, yəni ümumi ortalamam 83-dür. İndi mən stipendiyaya düşə də bilərəm, düşməyə də bilərəm. Düşsəm əgər adi stipendiya alacağam, yox əgər düşməsəm stipendiyanı almayacağam, yəni adi stipendiyanı almayacağam. Halbuki mənim 90 plusumda var, 80 plusumda, yəni əksəriyyəti 80 plusdur məndə. 3 dənə səfərimizdə 90 plusum var, bu şəkildədir yəni. Amma ümumi yəni toplayanda edəndə 83 gəlir, yəni ortalamam. Çünki krediti çox olan fəndən az bal almışam, krediti az olan fəndən çox almışam. Buna görə istər-istəməz təsir göstərir. Və qayıb söhbətinə gələk, qayıb temasına gələk belə deyək. Yəqin ki, qayıb limiti söhbətlərini çox eşitmisiniz tələbələrdən ki, limitdəyəm, kəsiləcəm, limitdəyəm. Bu nədir uşaqlar? Məsələn, hər hansı bir fənni götürək, 75 saatlıq bir fəndir. Həmin bu 75 saatlıq fənnin müəyyən bir krediti olur. Həmin o kreditə görə də qayıb limiti qoyulur. Məsələn, 1, 2, 3 qaybın varsa əgər, sən 10 balda qalırsan. Ümumiyyətlə bizdə qaybların toplamda, yəni davamiyyətdə özü bir bal olur və 10 bal olur. 1, 2, 3 qaybın varsa əgər sən 10 balda qalırsan. 4-cü qayba keçəndə sən 9-a düşürsən. 9 balın olur. Artıq 8-ci qayba keçəndə sənin balın düşür 8-ə. Yəni o şəkildə bu qayblarınızı idarə etməyə bacarmalısınız. Ki məsələn balınızın əgər düşməyini istəmirsə 1 bal, 2 bal da hər şeydir. Siz o 1 balla 2 balla kəsilə də bilərsiniz. Ona görə çalışın ki, qayıb limitinə düşməyin. Və imtahana giriş və imtahan dönəmi haqqında danışaq. İmtahana girişimiz 50 bal, imtahanın özü isə 50 baldır. Yəni toplamında 100 bal olur. İmtahana giriş ballarımız necə olur? 10 bal sərbəst işdir. Sərbəst işlər adətən semestr imtahanlarına yaxın bir şəkildə verilməlidir. 10 bal davamiyyət olur, qayıb söhbəti, ona diqqət edirsiniz. Daha sonra 10 balımız kollekvumlar olur və 20 balımız da normal seminarlarımız, yəni gündəlik danışdığımız dərslərdir. Hansı ki, ondan da ən azı 3 dənə qiymətimiz olmalıdır. Semestr imtahanlarına qədər 3 qiymətin olmalıdır ki, sənin normal bir ortalaman çıxsın. Yəni bu şəkildə. Kollekvumlardakı normal şəkildə oktyabr-noyabr aylarında keçirilir. Keçən dəqiq bilmirəm, deyəsəm noyabr ayı idi kollekvumların olduğu vaxt. Ya noyabr idi, ya oktyabr ayları idi, ortaları idi. Yəni o vaxtlarda kollekvum imtahanları. Yəni imtahan universitetə qəbul olan kimi imtahana girəcəksiniz, nə gözəl. Yeter artık. Yeter buramıza geldi ya.
Və ümumiyyətcə tək Azərbaycan Dillər Universitetinə qəbul olan tələbələr demirəm. Ümumilikdə bütün universitetlərə qəbul olan tələbələrə deyirəm ki, dərslərinizi vaxtında ən azından oxumağa çalışın. Məsələn, bu dərs həftədə 2 dəfədirsə, heç olmasa o 2 dəfədən birində oturun dərslərinizi yaxşı-yaxşı oxuyun ki, imtahanlar vaxtı çətinlik çəkməyəsiniz. Çünki uşaqlar imtahanlar vaxtı gətiriləcək sizin qarşınızda. İndi açıq imtahanlar olanları nəzərdə tuturam, açıq tipli imtahan sualları olanları nəzərdə tuturam. Gətirilib sənin qabağına 75 dənə sual qoyulacaq. O 75 dənə sual azı bir 80-90 səhifədir, yəni bir PDF şəklindədir. Oturub onu öyrənmək o qədər insana zülm verir ki, həm də aləmi qatırsan bir-birinə. Ona görə də çalışın ki, əvvəlcədən sisteminizi qurun. Əvvəlcədən heç olmasa ən azı bir dərsə, 2 dərsə nəzər yetirin ki, burada nədən danışır, burada nədən danışır ki, sizin xeyrinizədir. Yəni çalışın ki, konspektlər tutasınız. Konspektlər tutmasanız belə, müəllimləriniz izah elədiyi vaxtı həmin o yəqin ki, sizə kitab veriləcək. Yəni kitabdan bu mövzunu oxuyursunuz. O mövzunun adını ChatGPT-yə və yaxud da Gemini-yə sizin üçün qısalsın. Ən azından o mövzu haqqında bir anlayışınız olsun ki, sonradan imtahan vaxtı o sualı oxuyanda bütün puzzlelar yerinə otura bilsin. Çünki həqiqətən uşaqlar çətin olur. Yəni imtahan vaxtı oxuyaram deyirik hər birimiz. Amma mən 1-ci semestrdə də, 2-ci semestrdə də çox böyük əziyyətlər çəkmişəm həqiqətən də. Gecələr yatmırdım. Yəni gecələr də oturub başladım özümə eləmək ki, niyə vaxtında oxumursan, Ruhi, niyə oxumursan? Ona görə də mən o tələyə düşdüm, siz düşməyin. Çalışın ki, dərslərinizi vaxtında oxuyasınız. Çünki müəlliminizin necə biri olacağını bilmirsiniz. Yəni istər-istəməz balınızdan kəsə bilər, verdiyi qiymətdən kəsə bilər. Əgər dərslərinizi vaxtına hazır bir şəkildə öyrənib gedəcəksinizsə, müəllimləriniz normal şəkildə qiymətlərinizi verəcək. Yəni 9, 10, 8 bu şəkildə qiymətləriniz veriləcək. Yox, əgər dərsə hazırlıqsız getsəz, istər-istəməz müəllimdir. Yəni tərs damarına düşə bilər, qiymətinizi kəsə bilər. Özünüz olmağa çalışın. İstəyir hansı qrupa düşürsünüz, düşün. İstəyir ətrafınızdakı insanlar kim olur olsunlar. Özünüz olun, başa düşürsünüz yəni. Nə heç kimdən səmimiyyəti abartı dərəcədə verim, o insana bütün sirlərimi danışım, onu eləməyin. Nə də ki, heç kimdən soyuq olmayın. Hamını özünüzdən kənara atmayın ki, sonra həqiqətən də insan tək qalır, yalnız qalır və istər-istəməz içi sıxılır, universitetə getməyə səbəbi olmur. İndi yaydır, tətildir məsələn. Universitetə qəbul olandan sonra ilk yayımdır mənimki. Yəni bu şəkildə keçirirəm. Dəhşət çox sıxılıram və universitetimi istəyirəm. Həqiqətən də universitetimi o qədər istəyirəm, arzulayıram ki, bircə universitetə gedim, universitet açılsın. Çünki universitet dövründə qrup yoldaşlarınızla keçirdiyiniz vaxtlar, ad günlər keçirdəcəksiniz, nə bilim müəllimlərinizlə maraqlı aktivitetləriniz olacaq. Çox yaxşı günlər keçirdəcəksiniz. O xatirələriniz ya ağlınızda yaxşı qalsın deyə nə heç kimdən pis olmayın, nə də heç kimə abartı dərəcədə yaxınlıq verməyin. Yəni normal şəkildə özünüz necəsizsə, necə bir insansızsa, o şəkildə də davam eləyin. Ay bu insana dəhşətli dərəcədə soyuq olum, çəkilim qırağa, elə bir şey heç vaxt eləməyin. Həqiqətən tək qalacaqsınız. Sonra peşman olacaqsınız ki, yəni mən bu universitetdə niyə oxuyuram? İstərsəniz universitetə qarşı bir nifrətiniz yaranacaq. Psixoloji cəhətdən pis hiss eləyəcəksiniz özünüzü. Depressiyona düşəcəksiniz. Ona görə çalışın ki, ətrafınızda insan olsun, amma az olsun, amma öz olsun. İkinci kurs olmağıma rəğmən bir tövsiyə də vermək istəyirəm ki, sizə uşaqlar qrupda hər şeyi davaya çevirməyin. Hər balaca problemi böyütməyin. Bu həqiqətən də o qədər problem yaradır ki, o qrup yoldaşlığı münasibətinə o qədər böyük zərər verir ki, həmin o insana qarşı bəlkə də nifrət duyğunuz yaranır. Kiminsə tərəfində durum, onu aşağılayım, elə bir şey eləməyin. Kiməsə zorbalıq edin, bu tip şeylərdən qaçın ümumiyyətcə. Yadınızda saxlayın ki, o insanlarla siz 4 il boyunca bir yerdə olacaqsınız. Bəlkə də o insanlar elə bir insana çevriləcək ki, sizin həyatınızda. Həyatınızın geri qalan müddətində də o insanlara birlikdə keçirdəcəksiniz. Ona görə də çalışın ki, heç kimdən pis olmayın. Normal şəkildə deyin, gülün, gəzin, əylənin. Nə heç kimdən davaya qırğına çıxmayın, nə heç kimə söz atın. Bu tip şeylərdən uzaq qaçmağa çalışın. Bu şəkildə uşaqlar çalışın ki, tələbəlik illərinizi mükəmməl şəkildə keçirdəsiniz. Çünki həqiqətən tələbə olmaq bir ayrı hissdir, abituriyent olmaq bir ayrı hissdir, tələbə olmaq bir ayrı hissdir. Artıq bilmədiyiniz bir ortama gedirsiniz, həyatda başqa bir levelına bir addım önə çıxmağa başlayırsınız. Ona görə də çalışın ki, ən gözəl illərinizi keçirəsiniz. Tələbəlik vaxtınızda hər balaca bir problemi böyük bir problemə çevirib özünüzü dərd eləməyin, depressiyona düşməyin, stres eləməyin. Bu həqiqətən də təkcə sizin özünüzə ziyandır. Sonradan geriyə baxıb dönəndə deyəcəksiniz ki, mən bu səhvi niyə eləmişəm ki? Buna niyə başımı taxmışam ki? Buna niyə əsəbləşmişəm ki, elə-belə bir şeydir. Ona görə də çalışın ki, ən gözəl illərinizi keçirdəsiniz. İmtahanlarınıza vaxtında hazırlaşın. Sonradan peşman olur insan. Çalışın ki, kəsilməyəsiniz. Həqiqətən də kəsilmə özü elə bir hissdir ki, yəni yerə göyə sığa bilmirsən. Çalışın ki, imtahanlarınıza yaxşı hazırlaşın, dərslərinizi yaxşı hazırlaşın. Müəllim heyəti ilə, qrup yoldaşlarınızdan, patok yoldaşlarınızdan aranızı yaxşı saxlamağa çalışın. Hər bir şey ümid edirəm, yaxşı olar. Həyatınızın ən gözəl illərini keçirdəsiniz inşallah. Hər şey yaxşı olacaq. Ürəyinizi buz kimi tutun. Şimdi kavgayla bir yere varamayacağımızı hepimiz biliyoruz. Bir duş
uşaqlar, ümumi bir məlumat verim. Bizim universitetimizin bir sıra klubları var. Hansı ki, məsələn, idman klubu olsun, əyləncə klubu olsun, rəqs klubu olsun, aktyorluq klubu olsun. Bu tip klublar var. Əgər istəyirsinizsə, mənim WhatsApp kanalıma abunə olub, orada mənim nömrəmə yaza bilərsiniz. Mən sizə o klublara əlavə edə bilərəm. Yəni mümkündür, sizi yönləndirərəm, əlavə edərlər həmin qruplara. Başqa nə məlumat əldə etmək istəyirsinizsə, həmin o klublarda, qruplarda əldə edə bilərsiniz. Çox səmimi insanlar var. Həm məndən yaşlı olanlar da var, məndən böyük olanlar da var. Dəhşətli dərəcədə insanlara, bizlərə, tələbələrə, təzə tələbə olanlara çox böyük bir məmnuniyyətlə istədikləri məlumatı verməyə çalışırlar, köməklik etməyə çalışırlar. Mır. Ne konuşuyorsun orada kendi kendine anlamıyorum ki. Bu şəkildə uşaqlar, videomuz bu qədər idi. Başqa nə haqqında video istəyirsinizsə, yorumlarda, şərhlərdə bildirməyi unutmayın. Başqa nə sualınız varsa, mütləq şəkildə bioqrafiyada nömrəm də var. Orada yazıb soruşa bilərsiniz və yaxud da yorumlarda da soruşa bilərsiniz. İstədiyiniz vaxt cavablandıracağam. Bu şəkildə uşaqlar, universitetimizə xoş gəlmisiniz. Azərbaycan Dillər Universitetinin qapıları hər birinizə açıqdır. Xoş gəlmisiniz, səfalar gətirmisiniz. Hər biriniz üçün uğurlu olsun, hər biriniz üçün xeyirli olsun. Növbəti videolarımızda görüşənə qədər hələlik. İkkan, yani seni hiç dinlemedim ama yani bence haksızsın ya. Üf.